Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə mən sizə təlimin forma və modellərindən olan sorğu və araşdırma əsaslı təlim haqqında danışacağam. Ümumiyyətlə bizim təlimin forma və modellərimiz var. Sorğu və araşdırma əsaslı təlim, layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə, oyunlaşdırma, oyun əsaslı öyrənmə, bir də birbaşa təlim. Növbəti dəfə dərslərimizdə bunların hər biri haqqında ətraflı şəkildə danışacağam. Amma bugünkü dərsimizdə biz sırf sorğu və araşdırma əsaslı təlimdən danışacağıq. Ümumiyyətlə, müəllim bu modellər vasitəsilə dərsi müxtəlif formalarda qura bilər. Yəni, bizim dərsimizin məqsədi nədirsə, keçəcəyimiz, təlim nəticəmiz nədirsə, ona uyğun olaraq bu modellərdən birini seçərək biz dərsimizi tədris edə bilərik. Sorğu və araşdırma əsaslı təlim şagird mərkəzli yanaşmadır. Yəni, burada dərs prosesində şagirdi biz ön planda tuturuq. Ümumiyyətlə, dərs prosesində biz şagirdi ön planda tutmalıyıq və sorğu və araşdırma əsaslı təlim modeldə şagird mərkəzli bir yanaşmadır. Yəni, burada artıq şagird pasiv tərəfdə çıxış etmir. Aktiv tərəfdə çıxış edir, özü informasiyanı araşdırır, özü orada ortaya qoyulmuş sualın cavabını axtarmağa can atır. Yəni, burada artıq şagird aktiv tərəfdə çıxış edir. Birbaşa şagirdin iştirakı ilə araşdırılması nəzərdə tutulan təlim modellərindən biridir. Adından da gördüyünüz kimi sorğu və araşdırma əsaslı təlim. Yəni, burada ortaya müəllim bir dənə çətin tipli sual ortaya qoyulur, açıq tipli sual ortaya qoyulur. Sonra isə şagirdləri həmən o sualın cavabını axtarmağa, araşdırmağa təşviq edir. Ona görə də bu modelin adı sorğu və araşdırma əsaslı təlim qoyublar. Dediyimiz kimi, burada müəllim çətin tipli bir dənə sual verir və dərsdə həmən o sualın cavabını tapmağa yönəlir. Və burada şagirdlər artıq özləri araşdırma edirlər, sualın cavabını özləri axtarırlar. Bu modeldə dediyimiz kimi müəllim mərkəzli yox, şagird mərkəzli yanaşmadır. Bəs burada müəllimin rolu nədir? Müəllimin rolu təbii ki, prosesi idarə etmək, düzgün şəkildə fasilitatorluq etməkdir. Yəni, burada müəllim düzgün şəkildə fasilitatorluq edərək ortaya düzgün şəkildə sual qoyur. Yəni, sualı düzgün şəkildə verməlidir. Bizim məqsədimizə uyğun olan sual qoymalıdır ortaya müəllim. Şagirdləri resursla təmin etməlidir. Çünki sual ortaya qoyub şagirdləri araşdırmağa təşviq edəcək. Şagirdlər təbii ki, araşdırmaq üçün əllərində onların bir vəsait olmalıdır, kitab olmalıdır və yaxud da internet olmalıdır. Yəni, lazımlı resurslarla müəllim şagirdləri təmin etməlidir. Yəni, bu model bizim şagird mərkəzli model olsa da, müəllimin rolu və funksiyası da olduqca burada əhəmiyyətlidir. Çünki müəllim düzgün istiqamətləndirməlidir prosesi, şagirdləri düzgün şəkildə idarə etməlidir. Onlara mövzuya giriş üçün, diqqətini çəkmək üçün motivasiya mərhələsində düzgün şəkildə ortaya sual qoymalıdır. Onları, belə deyim ki, şagirdləri cəlb etməlidir. Qeyd edilən sual, problem ətrafında şagirdləri müzakirəyə təşviq etməlidir, dialoqa təşviq etməlidir. Bu prosesi düzgün şəkildə özü rəhbərlik etməlidir. Ehtiyaca görə şagirdləri qruplaşdıra bilər, bütün siniflə müzakirəni təşkil edə bilər. Müzakirələri özü diqqətlə izləməlidir, yanlış mülahizələri düzəltməlidir. Eyni zamanda onların daha yaxşı anlaması üçün əlavə informasiya ilə, resurslarla onları təmin etməlidir. Yəni, müəllim burada sadəcə prosesi idarə edən şəxs düzgün şəkildə fasilitatorluq etsə, təbii ki, sonda gözəl şəkildə nəticə də əldə edəcək uşaqlar. İndi isə keçək bunun mərhələlərinə. Sorğu və araşdırma əsaslı təlim. Ümumiyyətlə, biz yavaş-yavaş dərsin prosesində görəcəksiniz, 5Y modelindən də danışacağıq. Ümumiyyətlə, bu 5Y modeldə sorğu və araşdırma əsaslı təlimə oxşar bir modeldir. Yəni, bunun içərisində bu modeldən də biz istifadə edirik. Yəni, sorğu və araşdırma əsaslı təlimi aparmaq üçün 5Y modelindən də istifadə edirik. Hətta bizim müəllimlərimiz bu 5Y modeli ilə tanışlıq olsun deyə müxtəlif təlimlərə də cəlb olundu. Əsasən təbiət dərslərində, fizika, kimya dərslərində aparılan bir modeldir və bunun haqqında biz danışacağıq indi. Və bu sorğu və araşdırma əsaslı təlim modelinin 5 dənə mərhələsi var. Burada gördüyünüz, qeyd etdiyim. 5 dənə mərhələ ardıcıl şəkildə olmalıdır. Yəni, biz bunlarda ardıcıllığı dəyişə bilmərik. Ardıcıl şəkildə indi sadalayaq. Birincisi yönləndirmə. Yönləndirmə nədir? Maraq oyatmadır, motivasiyadır. İkincisi gəlir orada əsas sualın qoyulması və hipotez, fərziyyə irəli sürülməsi. Yəni, hipotez, fərziyyə, müxtəlif fərziyyələrin irəli sürülməsi. Müəllim ortaya bir dənə çətin sual qoyur, açıq tipli sual qoyur və şagirdlər artıq hər öz fərziyyələrini irəli sürməyə başlayırlar. Mənə görə elədir, sənə görə elədir, nə bilim, hər öz fərziyyələrini ortaya qoymağa başlayırlar burada. Sonra gəlir araşdırma, nəticə və müzakirə.
İndi isə hər biri haqqında ətraflı şəkildə danışaq. Və burada biz dedik ki, birinci mərhələ dərs şagirdləri məqsədə yönləndirmə ilə başlayır. Yəni birinci mərhələmiz bizim nə idi? Yönləndirmə. Bu motivasiya mərhələsi, yəni maraq oyatma. Biz keçmişdik cəlb olunmanı, yəni müəllim sinifdəki bütün şagirdləri aktiv şəkildə dərs prosesinə cəlb etmək üçün motivasiyanı düzgün qurmalı idi. Motivasiyanı düzgün qurmaq üçün də müxtəlif yollar var idi. Hər hansı bir maraqlı crosswordlardan istifadə edə bilərdik, videoroliklərdən istifadə edə bilərdik, şəkilli plakatlardan istifadə edə bilərdik. Əvvəlki mövzu ilə əlaqələndirə bilərdik, müxtəlif hərəkətlərdən, texnologiyalardan istifadə edə bilərdik, maraqlı lətifələr, hekayələrdən istifadə edə bilərdik. Yəni bizim dərsimizə uyğun şəkildə, düzgün şəkildə motivasiyanı quranda sinifdəki bütün şagirdlər aktiv şəkildə prosesə cəlb olunurlar. Əvvəlki mövzularla əlaqələndirmə apara bilərik və yaxud da həyatla əlaqələndirmə apara bilərik. Keçdiyimiz mövzunu həyatla əlaqələndirərək uşaqlar, bugünkü keçəcəyimiz mövzu həyatda bizim üçün nəyə görə vacibdir, nəyə xidmət edir, harda biz bundan istifadə edirik deyə, yəni bir növ həyatla əlaqələndirərək artıq sinifdəki bütün şagirdləri aktiv şəkildə prosesə bir cəlb edə bilərik. Yəni mövzu ilə əlaqədar bir situasiya canlandıra bilərik, uyğun şəkildir, qrafikdir, videolardan istifadə edə bilərik. Yəni artıq sinifdəki bütün şagirdləri aktiv şəkildə prosesə cəlb etmək üçün biz müxtəlif yollardan istifadə edə bilərik. Bu bizim olur motivasiya mərhələmiz. Time kitabında baxın, burada bir dənə bitkilər haqqında bu sorğu və araşdırma əsaslı təlimdən istifadə edərək dərs prosesində hansı formada istifadə olunacağı bir dənə nümunə üzərində də qeyd olunub. Həmin o nümunə üzərindən də mən sizə başa salacağam. Məsələn, orada qeyd olunub ki, müəllim uşaqlara 2 dənə dibçəkdə bitki göstərir və həmən o gül, məsələn 2 dənə gül əkib. Həmən o güllər təqdim edəndə 2 dənə dibçəkdə olan güldə eyni anda, eyni vaxtda əkilmiş olanlardır. Sadəcə bu dibçəkdə olan güllərdən, bitkilərdən biri biraz solub, digəri isə gözəldir, yarpaqları böyükdür, inkişafı yaxşı gedib və ortaya müəllim motivasiya olaraq əvvəlcə motivasiya olaraq bu bitkilər haqqında dərs keçirsə, məsələn, bu sorğu və araşdırma əsaslı təlimə yönləndirmək məqsədi ilə motivasiyada hansı sualdan istifadə edə bilər? Məsələn, uşaqlar, bitkilərin insan həyatında əhəmiyyəti nədir? Siz bitkilərə necə qulluq edirsiniz? Bax, bu formada həyatla əlaqələndirmə apararaq motivasiya hissəsini qura bilərik. Yəni, motivasiyada da bir sual veririk. Sonra, məsələn, burada ikinci mərhələdə də sual verilir. İndi mən sizə başa salacağım bir-bir. Amma motivasiyada bizim qoyduğumuz sual ona xidmət edir ki, sinifdəki bütün şagirdləri aktiv şəkildə dərs prosesinə cəlb etsin. Biraz açıq tipli sual formada onları düşündürməyi sövq edən, hər öz fikirlərini irəli sürəcək kimi bir dənə motivasiya sualı ortaya qoyuruq. Məsələn, bitkilərin insan həyatında əhəmiyyəti nədir? Bitkilərə siz necə qulluq edirsiniz? Bax, bu kimi motivasiya hissəsində biz sual qoya bilərik. Sonra gəlir orada ikinci mərhələ. Sualın qoyulması və hipotez, fərziyyə irəli sürülməsi təşkil edir. Yəni, ikinci mərhələdə burada artıq sorğu və araşdırma əsaslı təlimdə sorğu ortaya qoyulur. Yəni, müəllim ortaya bir dənə sual qoyur. Sonra isə artıq fərziyyələr dinlənilir. Yəni, hər öz fərziyyələrini irəli sürür şagirdlər. Burada artıq müəllim açıq tipli sualı, müəyyən qədər çətin məntiqli bir dənə sual verir uşaqlara. Və burada məqsədimizə uyğun sual olmalıdır. Yəni, sualı elə qoymalıyıq ki, bizim təlim nəticəmiz nədirsə, məqsədimiz nədirsə, həmin o məqsədə uyğun şəkildə biz sualı tərtib etməliyik. Və bu sual əsasında da şagirdlər növbəti mərhələdə araşdırma etməyə, həmin o sualın cavabını tapmağa çalışacaqlar. Və bayaqki nümunəni burada da davam etdirək. Məsələn, dediyim kimi 2 dənə gül şagirdlərə təqdim olunub. Biri solub, biri də ki, yaxşı inkişaf eləyib, yaxşı gedib. Amma bu 2 dənə güldə eyni vaxtda, eyni anda əkilmiş, eyni otaqda inkişaf etmiş güllərdir. Və sonra uşaqlara mən deyirəm ki, burada bir dənə sual ortaya qoyuram ki, uşaqlar, sizcə bu dibçəkdəki bitkinin solmasına səbəb nədir? Nəyə görə bu bir bitki yaxşı inkişaf eləyib, bir bitki isə solub? Artıq burada şagirdlər hər öz fərziyyələrini irəli sürməyə başlayacaqlar. Biri deyəcək ki, ya o gülə su verməyiblər, ya onu başqa torpaq əkiblər, torpağı dəyişiblər. Hər öz artıq burada fərziyyələrini irəli sürməyə başlayacaq. Müəllim burada şagirdin fərziyyələrini dinləmiş olacaq. Bu olur bizim ikinci mərhələmiz. Yəni, burada ikinci mərhələdə əsas olan nədir? Əslində, bu sorğu və araşdırma əsaslı təlimin məqsədi elə düzgün burada ikinci mərhələdə qoyulur. Yəni, düzgün sual ortaya qoyulmaq və fərziyyələr irəli sürmək.
Həmin ortaya qoyulmuş suala əsasən şagirdlər hələ öz fərziyyələrini irəli sürürlər. Sonra isə artıq gəlir 3-cü mərhələmiz bizim araşdırma mərhələsi, yəni tədqiqat, araşdırma mərhələsi həyata keçirilir. Araşdırma mərhələsində də və bu mərhələdə də müəllim şagirdlərə resurslar verməlidir. Yəni araşdırma etmələri üçün şagirdlərə resursla təmin etməlidir ki, şagirdlər orada araşdırma edə bilsinlər. Burada artıq şagirdlər araşdırma aparmağa başlayacaq. Bu mərhələ ən çox vaxt aparan və məsuliyyətli olan mərhələlərdən biridir. Yəni burada artıq şagirdlər vaxt və resurslardan düzgün şəkildə istifadə etməlidir, düzgün planlaşdırma tələb edir. Yəni burada artıq müəllim öz işini düzgün şəkildə planlaşdırma etməlidir. Əvvəlcədən şagirdlərə əvvəlcədən o resursları hazırlamalıdır. Onlarla düzgün şəkildə araşdırma edəcək olan resursları onlara təqdim etməlidir. Və bunun vasitəsilə də şagirdlər artıq həmən o sualın cavabını axtarmağa, yeni biliklər əldə etməyə başlayacaqlar. Bu mərhələdə ola bilər ki, fərziyyələr şagirdlərin düz çıxsın, yəni araşdırma edəcəklər, tədqiqat aparacaqlar, dəlillər toplayacaqlar. Bu mərhələdə praktik iş ola da bilər, olmaya da bilər. Yəni bu nə deməkdir? Burada artıq şagirdlər araşdırma edəcəklər axı. Burada şərt deyil ki, sırf praktik olaraq şagirdlər nə isə tətbiq etsinlər. Düzdür, bu hal-hazırda bizim dediyimiz bitki məsələsində şagirdlər praktiki olaraq həmən o bitki üzərində tədqiqat aparıb, onu praktikada tətbiq edəcəklər. Amma ümumiyyətlə bu sorğu və araşdırma əsaslı təlimdə praktiki olaraq, yəni araşdırma mərhələsində, yəni şagirdlər praktiki olaraq nə isə tətbiq etməyə də bilərlər. Sadəcə nə isə araşdırmaq üçün praktikada tətbiq etməyib, elə-belə kitablardan, müxtəlif resurslardan və yaxud da başqa qəzetlərdən, jurnallardan da araşdırma edə bilərlər. Yəni şərt deyil ki, burada sırf ancaq praktiki olaraq nə isə tətbiq etsinlər. Praktiki olaraq tətbiq etməsə də, yenə deyirəm ki, araşdırmanı müxtəlif kitablardan da edə bilərlər. Bu təlim modeli bir dərsdə və yaxud da bir neçə dərsdə də aparıla bilər. Yəni mövzumuzdan ortaya qoyulmuş sualdan, mövzumuzdan asılı olaraq ya bir dərs prosesində də biz bunu yekunlaşdıra bilərik. Bir neçə dərs ərzində də artıq bu belə deyim ki, təlim modelini biz istifadə edə bilərik. Yəni həmin o tapşırığı həll etmək üçün. Və bu oldu bizim araşdırma mərhələmiz. Yəni İndi isə araşdırma mərhələsini bayaqki nümunə üzərindən başa salaq. Bayaq dediyim nümunə elə Time kitabında burada verilib. Biz motivasiya mərhələsində dedik ki, məsələn bitkilərdən söhbət gedirdisə burada, şagirdlərə deyə bilərik ki, motivasiya mərhələsində insan həyatında bitkilərin nə kimi əhəmiyyəti var, siz bitkiləri necə qulluq edirsiniz? Bax, bu kimi motivasiya sualı ortaya qoyula bilər. Sonra ikinci mərhələdə gəlirdi, artıq sorğunun, sualın ortaya qoyulması, fərziyyələr irəli sürülməsi. Burada artıq gördüyünüz kimi burada niyə A bitkisi B bitkisindən daha yaxşı inkişaf? Məsələn, müəllim 2 dənə bitki şagirdlərə təqdim edir. Biri daha yaxşı inkişaf eləyən, biri isə biraz solmuş bitkidir və müəllim ortaya sual qoyur ki, burada nəyə görə filan bu dibçəkdəki bitki o biri dibçəkdəki bitkiyə baxan yaxşı inkişaf eləyib. Artıq burada şagirdlər hələ öz fərziyyələrini irəli sürəcəklər. Bu ikinci mərhələ olur. Yəni biri deyəcək ki, torpağı fərqlidir, biri deyəcək ona su verməyib, biri deyəcək günəş şüası keçməyib ona. Hələ öz fərziyyələrini burada irəli sürəcəklər. Sonra isə araşdırma mərhələsi gəlir ki, artıq burada şagirdlər həmən o sualı ətraflı şəkildə araşdırmağa başlayırlar və araşdırma mərhələsində də burada şagirdlər araşdırma nəticəsində müəyyən edirlər ki, bitkinin inkişafı sudan başqa işıq və temperaturdan da asılıdır. Şagirdlər qərara gəlirlər ki, bitkilərin olduğu temperaturda temperatur ölçmələri aparsınlar. Yəni burada artıq şagirdlər başlayacaq tədqiqat aparmağa, praktiki olaraq nə isə həyata keçirməyə. Yenə deyirəm, araşdırma mərhələsində, ümumiyyətlə bu sorğu və araşdırma əsaslı təlimdə ola bilər ki, praktiki əsaslanan tapşırıq da təqdim edən. Məsələn, bu hal-hazırki izah etdiyim nümunə praktiki olaraq şagirdlərin tətbiq edəcəyi bir nümunədir və şagirdlər burada çox gözəl şəkildə də öyrənmiş olacaqlar. Praktikada tətbiq eləyəndə daha gözəl şəkildə yadda saxlayır, təcrübələri çox olur. Amma praktiki olaraq tətbiq etməyə də bilər. Yəni bir şeyi araşdırmanı sadəcə kitablar üzərindən, müxtəlif resurslar üzərindən, internet üzərindən və yaxud da müxtəlif qəzet, jurnallar üzərindən də araşdırma edə bilərlər. Və burada şagirdlər araşdırmanı davam etdirir və onlar qərara gəliblər ki, bitkilərin olduğu otaqlarda temperatur ölçmələri aparsınlar. Sonra su və temperatur faktoru oxşar olduğundan, burada artıq müxtəlif saatlarda aparılan eyni sayda ölçmələr ilə müəyyən edirlər ki, hər iki bitkinin temperatur şəraiti eynidir.
Su və temperatur faktoru oxşar olduğundan şagirdlər proqnozlaşdırırlar ki, bitkilərin günəş işığına məruz qalma müddəti fərqlidir və bunu da aydınlaşdırmaq üçün artıq müşahidəni bu istiqamətdə təşkil edir. Şagirdlər hər iki bitkinin gün ərzində ayrı-ayrılıqda neçə saat günəş işığına məruz qalmasını müşahidə edib qeydiyyat aparırlar. Baxın, bu araşdırma nəticəsində artıq şagirdlər bu qənaətə gəlirlər. Artıq onu hər tərəfli tədqiqat edəcəklər, tətbiq edəcəklər, araşdırma edəcəklər və onun nəticəsini ortaya çıxardacaqlar. Yəni səbəbini ortaya çıxardacaqlar daha doğrusu. Və ona görə deyirik ki, ən belə deyim ki, məsuliyyətli olan mərhələ, vaxt cəhətdən çox vaxt aparan mərhələmiz bizim araşdırma mərhələsidir və burada düzgün şəkildə prosesi idarə etməliyik. Sonra artıq gəlir bizim 4-cü mərhələmiz olan araşdırma mərhələsi. Araşdırma deyirəm, üzr istəyirəm, nəticə mərhələsi. Artıq nəticə mərhələsində bu bizim 3-cü mərhələdə araşdırma elədiklərimiz, araşdırmanın sonu nə ilə qurtardı, nə ilə nəticələndisə, bu artıq nəticə mərhələsində öz əksini tapır. Yəni biz 2-ci mərhələdə dedik ki, bir dənə sual ortaya qoyduq və fərziyyələr irəli sürüldü. Artıq 4-cü mərhələdə isə həmən o 2-ci mərhələdə qoyulmuş sualın İrəli sürülmüş fərziyyələr doğrudurmu? Biz düzgün nəticəyə gəlmişikmi? Düzgün qənaətə gəlmişikmi? Artıq bax, bu sualın düzgün cavabı bu mərhələdə ortaya çıxarır. Yəni nəticə mərhələsində artıq şagirdlərin belə deyim ki, nəticələri, həmin o sualın cavablandırmaları, fərziyyələrin doğru idi, yoxsa yanlış idi, bunu uyğunluğu müəyyən edirlər. Və o nümunə üzərindən də eksperimentin nəticəsi olaraq şagirdlər qeyd edirlər ki, su, temperatur və işıq bitkinin inkişafına təsir göstərən amillərdir. Yəni artıq burada şagirdlər nəticəyə gəldilər. Nəticəyə gəldilər ki, həmin o araşdırmanın nəticəsi olaraq bitkilərə su da lazımdır, temperatur da lazımdır, işıq da lazımdır. Yəni bu 3 faktordan hər hansısa birinin fərqli olması bitkinin inkişafında müxtəlif cür təzahür etdiyi müəyyən olunur. Yəni bunlardan biri olmazsa, günəş işığı olmazsa və yaxud işıq bitkiyə tam inkişafına təsir göstərməz. Yəni ki, yaxşı inkişaf etməz və yaxud su olmasa, temperatur olmasa fərqli şəkildə inkişaf edər, yaxşı inkişaf göstərməz bitki. Bu artıq şagirdlərin çıxardığı bir nəticədir. Sonra isə gəlir bizim müzakirə mərhələmiz. Müzakirə mərhələsində isə bu mərhələdə həmçinin qiymətləndirmə və refleksiya da aparılır. Yəni bu mərhələnin içərisində həm qiymətləndirmə, həm refleksiya da öz əksini tapır. Burada artıq müzakirə prosesində adından da göründüyü kimi müzakirə prosesi yaradılır. Burada artıq şagirdlər öz nəticələrini müəllimlə paylaşırlar, öz yoldaşları ilə paylaşırlar. Burada müəllim şagirdlərin gəldiyi nəticələri dinləyir, onların düzgün nəticəyə gəlib-gəlmədiklərini yoxlayır, lazım gələrsə əlavələr edir. Yəni bu mərhələdə artıq şagirdlər gəldikləri nəticələrini təqdim etməklə həm bir-birlərini dinləyirlər şagirdlər, həm də bir-birlərindən artıq öyrənirlər. Bu olur bizim müzakirə mərhələmiz və müzakirə mərhələsində də müəllim bura rəhbərlik edir, burada prosesi idarə edir, refleksiya aparılır, şagirdlərdə qiymətləndirmə aparılır. Yəni refleksiya şagirdlər hərə öz işlərini, öz fəaliyyətində refleksiya edirlər, buradan nə öyrəndiklərini, nəyi tam şəkildə bilmədiklərini, artıq öz işlərini burada bir növ təhlil etmiş olurlar, refleksiya etmiş olurlar. Və şagirdləri biz burada qiymətləndirmədə aparılır. Qiymətləndirmə olaraq da şagirdin özünü qiymətləndirməsi, yoldaş qiymətləndirməsindən də istifadə edə bilərik və təbii ki, bizim təlim nəticəsinə uyğun olan meyarlar üzrə qiymətləndirmədən də biz burada istifadə edirik. Bu oldu bizim sorğu və araşdırma əsaslı təlimin 5 dənə mərhələsi və bunlar ardıcıl şəkildə gəlir və 5-ci mərhələnin içərisində, yəni müzakirə mərhələsinin içərisində həm bizim refleksiyamız və qiymətləndirməmiz də öz əksini tapır. Birinci dedik biz maraq oyatma, yəni yönləndirmə, motivasiya mərhələsi ilə başlayırdı. Düzgün şəkildə motivasiya qurmalıydı. Sonra gəlirdi ikinci mərhələ sualın verilməsi, yəni sorğu və fərziyyələrin irəli sürülməsi idi. Üçüncü mərhələmiz bizim, yəni sualın verilməsi, sorğu, bu modelin əsası sual üzərində qurulmuşdu və fərziyyələr irəli sürürdü. Fərziyyələr də dedik ki, dəqiq olmayan bir şey. Məncə elə olacaq, belə olacaq. Hər bir şagird öz fərziyyələrini irəli sürürdü. Üçüncü mərhələmiz bizim isə gəlirdi araşdırma. Burada da
artıq şagirdlər araşdırma aparacaqlar, fərziyyələrin düzgün olub-olmadığını yoxlayacaqdılar. Müəllim də təbii ki, burada uşaqlara düzgün şəkildə resurslar təmin etməli idi. Müxtəlif internet vasitələri ola bilər, dərsliklər, kitablar və s. Sonra 4-cü mərhələmiz bizim gəlirdi nəticə mərhələsi. Nəticə mərhələsində isə artıq uşaqlar nəticəyə gəlirlər və bu mərhələdə artıq sualın tam cavabına əmin olurdular. Yəni nəticə çıxardırlar araşdırma nəticəsində. Araşdırdıqlarından nəticəyi çıxardırdılar və nəticəyə gəlirdilər. Artıq ikinci mərhələdə qoyulmuş sualın cavabına tam şəkildə əmin olurdular. Və 5-ci mərhələ isə bizim müzakirə mərhələmiz. Burada artıq sonda müəllimlə müzakirə edərək düzgün nəticəyə gəldilərmi, gəlmədilərmi onu yoxlayırlar. Və burada da bir növ qiymətləndirir, refleksiya aparmış olurdular. Bu oldu bizim sorğu və araşdırma əsaslı təlim modelimiz. Bəs bu sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətləri hansılardır? Gəlin o müsbət cəhətlərinə də baxaq. Ümumiyyətlə bu model vasitəsilə uşaqlarda biz tənqidi düşüncəni, problem həll etmə bacarıqlarını, əməkdaşlıqdır, şagirdlərin bir-birindən ünsiyyət, təqdimat etmə kimi bacarıqları da inkişaf etdirmiş oluruq. Həmçində öyrənmə prosesi şagirdlərə daha maraqlı və mənalı gəlir. Çünki burada şagirdlər həm praktiki olaraq nə isə həyata keçirirlər, praktiki olaraq etməsələr də özləri burada araşdırma edirlər, təhlil etmə bacarıqları inkişaf etmiş olur və onlar üçün daha maraqlı və mənalı gəlir. Yəni bu cür dərs mühitində şagirdlərin öyrənməməsi mümkün deyil. Şagirdlər cəlb olunduqları fəaliyyətlərdə təcrübi bacarıqlar əldə edirlər. Dediyim kimi, yəni praktiki olaraq burada artıq həyata keçirdikləri üçün, daha çox praktikaya üstünlük verildikləri üçün şagirdlər təcrübi bacarıqlar da burada əldə etmiş olurlar. Biliklərin dərinləşdirilməsinə, onların uzun müddətli yaddaşa ötürülməsinə imkan yaradır. Yenə də dediyim kimi, praktiki olaraq şagird nə isə tətbiq edirsə, özləri araşdırma edirsə, şagirdin yadından gec çıxacaq. Yəni praktikada bir şey nə isə tətbiq edirsə, o artıq uzun müddətli yaddaşa ötürmüş olur şagirdi. Yəni refleksiya olunanda da artıq şagird qısa müddətli yaddaşdan onu uzun müddətli yaddaşa ötürmüş olur. Daha gözəl şəkildə öyrənirlər. Və müəllimlər şagirdlərin inkişafını daha açıq müşahidə edə bilirlər. Təbii ki, bu da müəllimin işinə də köməklik göstərir. Şagirdlərin inkişafını, onların fəaliyyətini düzgün şəkildə biz müşahidə edə bilirik. Şagirdlərdə müxtəlif proses bacarıqlarını, məqsəd müəyyənləşdirmə, vaxtı, prioritetləri idarə etmə, informasiya emal etmə, komanda ilə işləmə, yəni əməkdaşlıq bacarıqları, ünsiyyət bacarıqları, özdən təqdim etmə bacarıqları, yazılı və şifahi ünsiyyət, tənqid etmə, problem həll etmə, dəyərləndirmə və s. kimi inkişaf etdirməyə imkan yaradır. Bu da onun sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətləri. İndi isə keçək 5Y modelinə. Bu 5Y modeli, sorğu və araşdırma əsaslı təlimi 5Y modelindən istifadə etməklə də həyata keçirə bilərik. Əslində ikisi də bir-birinə oxşuyur, sadəcə biraz mərhələlərində fərqliliklər var, amma 5Y modeli biraz daha təkmilləşmiş versiyasıdır. Və 5Y modelindən də 5 dənə komponentdən ibarətdir. Hansı komponentlərdir? Birincisi maraq oyatma, yəni bizim bildiyimiz motivasiya, ikincisi araşdırma, üçüncüsü izah etmə, dördüncüsü möhkəmləndirmə, 5-ci mərhələmiz isə qiymətləndirmə mərhələsidir. Maraq oyatma bizim bildiyimiz kimi, yəni dərsə cəlb olunma, motivasiya hissəsidir. Şagirdləri düzgün şəkildə dərsə cəlb etməliyik. Onların sinifdəki bütün şagirdləri aktiv şəkildə prosesi cəlb etməliyik. Yəni bunun haqqında daha ətraflı danışmıram. Bizim bildiyimiz cəlb olunma motivasiya mərhələsidir. Sonra gəlir ikincisi araşdırma mərhələsi. Baxın, sorğu və araşdırma əsaslı təlimdə biz dedik ki, ikinci gəlirdi orada sual və fərziyyələrin irəli sürülməsi. Yəni sorğu qoyulurdu, sonra isə fərziyyələr irəli sürülürdü sual ortaya qoyulduqdan sonra. Sonra gəlirdi üçüncü mərhələdə araşdırma. Amma bu modeldə isə ikinci mərhələdə araşdırma mərhələsi gəlir və bu mərhələnin içərisində həm sual ortaya qoyulur, həm fərziyyələr dinlənilir, həm də artıq araşdırma aparırlar burada şagirdlər. Yəni artıq həmən o sorğu və araşdırma əsaslı təlimin içərisində olan ikinci mərhələ, üçüncü mərhələ bunun ikinci mərhələsində birləşib deyə bilərik. Yəni burada şagirdlər artıq sual ortaya qoyulur, onlar sual ətrafında öz fərziyyələrini irəli sürürlər, araşdırma edəcəklər həmin o sualla bağlı. Sonra isə gəlir üçüncü mərhələ izah etmə mərhələsi. Yəni izah etmə mərhələsində artıq şagirdlər həmin o araşdırma nəticəsində əldə etdikləri məlumatları, araşdırmalarını təqdim edəcək müəllimə.
müəllimə öz izahlarını verəcəklər. Müəllim də şagirdlərin izahlarını dinləyir, onların dediklərini ümumiləşdirir və sonda isə müəllim də öz izahını verir. Yəni öz elmi izahını verir. Şagirdlər hər öz fikirlərini irəli sürəcək burada izah etmə mərhələsində. Öz araşdırmalarını müəllimə təqdim edəcəklər. Bu olur bizim araşdırma, izah etmə mərhələsi və sonra gəlir burada möhkəmləndirmə mərhələsi. Amma o birisi sorğu və araşdırma əsaslı təlimdə möhkəmləndirmə mərhələsi yox idi. Möhkəmləndirmə mərhələsində isə artıq burada müəllim şagirdlərə mövzuya aid əlavə tapşırıqlar, yeni misallar, yeni tapşırıqlar həll etmək tapşırılır. Sonra gəlir qiymətləndirmə. Qiymətləndirmə də bizim bildiyimiz kimi baxın, burada qiymətləndirmə də verilib 5-ci komponent olaraq və burada da şagirdlərin özünün qiymətləndirməsindən bizim dərsimizin məqsədinə uyğun, təlim nəticəmizə uyğun bizim meyarlar üzrə qiymətləndirmədən də biz istifadə edə bilərik. Və burada bir şey də qeyd eləyək ki, məsələn, möhkəmləndirmədə ümumiyyətlə müəllim hər hansı bir bu 5Y modelindən istifadə edəcəksə, təkcə təbiət fənlərində yox, o biri fənlərdə də biz bu modeldən istifadə edə bilərik. Amma ən çox təbiət fənlərində istifadə olunan bir modeldir. Hətta müəllimləri bayaq dediyim kimi bununla əlaqədar təlimlərə də, kurslara da cəlb etmişdilər, təlimlər keçmişdi müəllimlərə. Və birincisi, hər hansı bir nümunə üzərində də başa salım bunu sizə. Tutalım ki, uşaqlara Azərbaycan dilindən götürək, hər hansı bir tapşırığın həlli tapşırılır və yaxud da fonetik təhlil tapşırılır uşaqlara və burada artıq araşdırma mərhələsində şagird qaydalara baxacaq, qaydaları araşdıracaq, dərslikdəki qaydalara baxaraq təhlil aparacaq. Sonra isə artıq tapşırığı müəllimə təqdim edəcək. Yəni izah etmə mərhələsində, araşdırma nəticəsində əldə etdiyi nəticəni izah etmə mərhələsində təqdim edəcək uşaq müəllimə. Öz izahını verəcək və burada da artıq müəllim baxıb həmən o şagirdin, belə deyim ki, fəaliyyətini baxıb öz izahını verəcək və möhkəmləndirmə mərhələsində isə artıq müəllim uşağa yeni sözlər verəcək ki, yeni bir tapşırıq verəcək ki, al bu sözləri də get təhlil elə. Bu artıq yəni şagirdin bildiklərini daha da dərinləşməsinə, daha da dərindən öyrənməsinə köməklik göstərəcək, möhkəmləndirəcək. Sonra da isə fəaliyyəti qiymətləndirmə aparacaq. Bu da olur bizim 5Y modelimiz.